بالعالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. Elhamdülillah, Ramazan ayının 26. gününü Allah'ın yardımıyla, Allah'ın müvəffəqiyyəti başa vurduq. Və artıq 27-ci gecəyə qədəm qoyduq. Və Ramazanın, yəni 27-ci gecəsi demək ən çox Qədir gecəsinin ən çox ehtimal olunduğu gecələrdən biridir. Qədir gecəsi Ramazanın son 10 gecələrindədir. Son 10 gecələrinin hamısında Qədir gecəsi ehtimal oluna bilər. Tək gecələrdə daha çoxdur ehtimal, 27-ci gecədə isə daha çoxdur. Yəni ən çox ehtimallar deməli Ramazan ayının 27-ci gecəsidir. Və bu barədə hədislər də çoxdur. Müslimin Səhih əsərində Ubey ibn Kəbdən və həmçinin Əbu Hüreyrədən rivayet olunan hədislərdə məhz Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin dövründə demək Qədir gecəsinin 27-ci gecəyə düşdüyünü bildirirlər. Və ona görə də demək bu gecəyə xüsusi, yəni yanaşmaq lazımdır. Sahabələr də həmçinin sələflər bu gecəyə xüsusi olaraq demək diqqət göstərirlər. Bu gecədə ibadət etməyə, bu gecəni oyaq qalmağa və çalışmaq lazımdır. Bu gecəni demək tam bütün gecəni, yəni oyaq qalasan, ibadətdə keçirəsən. Və oyaq qalmaq dedikdə nə nəzərdə tutulur? Yəni ibadətdə keçirmək. Yəni, yalnız sadəcə oyaq qalmaq kifayət eləmir. Və həmçinin də çalışmaq lazımdır ki, demək, insanı ibadətdən yayındıran səbəblərdən uzaq olasan. Çünki bir çox səbəblər var, insanı ibadətdən yayındırır. Sözsüz ki, bu şeytanın, yəni insanı demək, yoldan çıxartmasıdır. Biz bildiyimiz kimi Qədir gecə, Ramazan ayında demək şeytanlar zəncirlənir. Lakin bu o demək deyil ki, şeytanların heç bir vəsvəsəsi olmur, şeytanlar heç bir rolu olmur. Xeyr, düzdür. Şeytanlar digər aylara nisbətən bu ayda, yəni Ramazan ayında fəal olmurlar. Amma lakin yenə də şeytan öz vəsvəsəsini də verir, insanı bacardığı qədər yayındırmağa da çalışır. Və ona görə bu səbəblərdən uzaq olmalı. Bu səbəblərdən biri də, mən deyərdim, ən böyük səbəblərdən biri telefondur. Telefon və ya televizor, hansı ki insanın vaxtını demək, oğruyur, alır və xüsusən də bu gecələrdə çalışmaq lazımdır. Telefonlardan və s. bu kimi səbəblərdən uzaq olasan. Ümumiyyətlə, insan ibadət edərkən, Allaha ibadətdə Allaha yardıma ehtiyacı, Allahın yardımına ehtiyacı var. Allahdan yardım istəməlidir. Biz Fatihə surəsində oxuyuruq ki, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Düzdürmü? Yəni, mənası da budur ki, biz yalnız sənə ibadət edir və yalnız səndən yardım istəyirik. Alimlər qeyd edirlər ki, nə üçün Allah Taala məhz ibadətlə yanaşı yardımı qeyd elədi? Yəni, başqa bir ibadət də qeyd oluna bilərdi. Məsələn, sənə ibadət edirik və səndən ruzi istəyirik. Lakin məhz yardım, yəni yardımla ibadət nə üçün yanaşı gəldi? Alimlər qeyd edirlər ki, çünki Allah Taala bildirir ki, insan zəifdir. İnsan zəifdir və insanın ibadətdə mütləq Allahın yardımına ehtiyacı var. Yəni, Allahın yardımı olmasa, insan demək, ibadətləri yerinə yetirəməz. Ona görə insan ilk növbədə Allahdan yardım istəməlidir. Allaha dua eləməlidir ki, Allah onu müvəffəq eləsin. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Muaz ibn Cəbələ nə deyir? Deyir, ey Muaz, mən səni çox istəyirəm. Hər
namazdan sonra bu zikri, bu duanı etmeyi unutma. Allahumma a'inni ala zikrike ve şükrike ve husni ibadetik. Allahım, səni zikr etməyə və sənə şükür etməyə və sənə gözəl şəkildə ibadət etməyə mənə yardım elə. Və ona görə insan yardıma ehtiyacı var. Allahın yardımına ehtiyacı var. Və insan nə etməlidir? Allahdan yardım istəməli ilk növbədə və sonra isə səbəblərdən tutmalıdır. Demək, hansı səbəblərdən insanı ibadətdən, çünki şeytan da öz rolunu, öz işini görür. İnsanı ibadətlərdən yayındırmaq istəyir, insanı günahlara salmaq istəyir. Və bu 27-ci gecədə insan xüsusən çəkinməlidir. Tək bu yox, ümumiyyətlə, qarşıdan gələn gecələrdə də insanın deməli, ibadətdən yayındıran, onun ibadətinə mane olan, vaxtını aparan. Çünki Qədir gecəsi demək, məğrib namazından sonra başlayır, ta sübh namazına kimi. Düzdürmü? Ümumi götürəndə neçə saatdır? Artıq biz ümumi götürəndə haradasa 6-dan, 7-dən səhər saat 5-ə kimi. Düzdürmü? Neçə saat edir? Haradasa 10 saat. Bu 10 saatın artıq biz işaya kimi, yəni işanı da artıq burada qılacağıq. İşa namazından sonra gedirik. Haradasa saat 10-a kimi, 10-da gedib çatırıq evə. Ondan saat 5-ə kimi nə qədər qaldı? 7 saat. Yəni 7 saat çox azdır. Və insan çay içirsən və s. biraz başqa işlərlə məşğulsan, bir də baxırsan ki, qaldı orada 3-4 saat. Ona görə də çalışmaq lazımdır. Yəni bu gecənin, tək bu gecə, ümumiyyətlə bundan sonra da Qədir gecəsi artıq 27, 28, 29 çalışmaq lazımdır. Vaxtın hamısını dəyərləndirmək. Namaz qıldın, namazı çalış, uzat. Uzun qıl, qiyamda əgər Qurandan bildiyin surələri oxu. Rukunu uzat, səcdəni uzat, səcdədə dua elə, səcdəni uzat. Namaz qılandan sonra Quran oxu, dərhal, Quran oxu və ya zikr et, müəyyən zikirlər var. Və bu gecələr, ümumiyyətlə, zikir, demək, insanın ibadətini zənginləşdirən, insanın ibadətini dəyərli edən əsas amildir. Ümumiyyətlə, ibadətlər nə üçün buyurulub? Allahı zikr etmək üçün. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah Teala Kəbəni tavaf etməyi və Safa Mərvada dağlar arasında səy etməyi yalnız Allah və həmçinin cəmaratı daşlamağı Allahı zikr etmək üçün buyurub. Yəni, əsas məqsəd zikr. Deyir ki, Allah Teala buyurur, namaz barədə Allah Teala Quran-ı Kərimdə buyurur və deyir ki, İnnə salətə tənhə anil fəhşəi vəl munkər. Həqiqətən namaz insanı pis və yaramaz işlərdən çəkindirir. Sonra Allah nə buyurur? وَلَا ذِكْرُ اللّٰهِ أَكْبَرِ. Allahı zikr etmək isə daha böyükdür. Yəni, o demək deyir ki, namazdan daha böyükdür. Xeyr. Allahı zikr etmək əsasdır, əsas məqsəddir. Alimlər bu ayənin təfsirində qeyd edirlər ki, yəni, ümumiyyətlə, insanın namazı iki hissədən ibarətdir. Var dua, bir insan namazda dua edir Allaha və həmçinin Allahı zikr edir. Müəyyən zikirlər var. Və Allah Teala burada bildirir ki, Allahı zikr etmək duadan daha üstündür. Yəni, namazda dua etməkdən daha üstündür. Və namazın əsas hissəsi zikr etməkdir. Ona görə bu gecədə zikirləri çoxaltmaq lazımdır. Xüsusən o zikirlər ki, onların sayı yoxdur, saysız demək olar. Həmçinin Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin öyrətdiyi dua, Allahumma innəkə afuvun tuhibbul afva fa'fu anni. Allahum, sən əff etməyi sevirsən. Sən əff edənsən, əff etməyi sevirsən, məni əff et. Bu duanı dayanmadan, yəni nə qədər bacarsan demək. Həmçinin Subhanallahi və bihamdi, Subhanallahil azim, Subhanallahi və elhamdülillah və la ilahe illallah və Allahu ekber. Yəni o zikirlər ki, onları saysız demək olar. Bu gecədə çalışmaq lazımdır, bunları çoxaltmaq. Çox demək. Yəni, vaxtın ancaq zikr etməklə geçsin. Zikir, namaz, həmçinin demək, dua,
bununla keçsin. Gördün, yoruldun, Quran oxuya bilərsən. Müəyyən bir hissəsini Quran oxu. Əsas odur ki, çalış vaxtın, insan çalışmalıdır, vaxtı dəyərli keçsin. Hər bu dəqiqələrin, yəni bu gecənin, Qədir gecəsinin hər dəqiqəsini gərək dəyərləndirəsən. Hər dəqiqəsini və sanki insan hər gecəni, yəni Qədir gecə ehtimal olunan hər gecəni elə keçirməlidir ki, sanki yəqinliklə bilir ki, həmin gecə Qədir gecəsidir. Bu cür keçirməlidir. Və həmçində bilmirsən sən, gələn il Qədir gecələrinə qalacaqsanmı, qalmayacaqsan, yəni sonuncu Qədir gecəsi kimi keçir. Aydındır qardaşlar. Bu qədər qardaşlar, Allah bizi eşidib faydalardan etsin. Allah bizi Qədir gecəsini imanla və əcrini, savabını Allahdan umaraq keçirməyi nəsib eləsin. Və sallallahu aleyhi və Muhammedin və alə alihi və ashabihi ecmaîn.